Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Bugün mən sizə gözəl, möhtəşəm bir bağ evi təqdim edirəm. Yerləşmə yeri Sabunçu rayonu Zabrat 1 qəsəbəsində, Araz marketin arxa hissəsində yolu qapısına kimi asfalt olan 6 sotun içərisində belə cənnət deyilə bilir. Meyli, meyvəli, bağlı, bağçalı gözəl evimiz satışdadır. 50-dən çox meyvə ağacları var, şəxsi tikilidir. Bəh, burası nə var, çayı dəmlib içməyim gəldi. Qiymət 300.000 manata deyilir, endirim olunacaq səhifəmdən gələn alıcıya. 6 sotun içərisində inşa olunub. 10 ildən çoxdur ki, yəni bu ev var, çoxdan evidir. Sənədləri, evində, torpağında kopçasıdır. Mərkəzləşdirilmiş kanalizasiyası da daimidir. Bir də bu evin rəngini dəyişsən olur gözəl bir ev. Evi də tam sizə göstərim, belə təqdim edeyim. Qəşəng bir dənə belə evdir. Yəni evin arxa hissəsinin bağını çəkdim sizin üçün. Ümumi 6 sotun içərisindədir. Qapısına kimi də asfalt. Yaşayış yoxdur, yaşamırlar. İkinci ev kimi qalıb. Satılır. Qiymətdə də endirim olunacaq. Rahatlıqla da həyətinə 1-3-4 maşın girər. Həyətində əl üz yumaq üçün yeri və evin tam görünüşü bu cürdür. Keçək evin içərisində sizə təqdim edim. Hələ məndən bu Araz marketin yanında ev çıxmır satışa. Qonşuları da superdir, qəşəng bir məhəllədir. Koridor, yəni hol balaca. Girək evin içində parketli polu, monolitli ara kəsməsi, evin qonaq otağından çəkiliş etməyə qərara gəldim. Görün nə qəşəng qonaq otağı var. Yəni əşyalıdır. Bir qonaq otağı, bir yataq otağı. 250 kvadrat metrdən ibarətdir tikili sahəsi. Bir də belə böyük bir mətbəx. Mətbəxdən də belə bir 2 dənə qonaq otağı var da. Əyləşmə üçün studiyadır. Qarşısı, evin qarşısı balkondur, böyük bir evin arxasına açılan, bağçaya açılan balkondur. Sanitar qovşağı ayrı-ayrılıqdadır. Quzu vannasına kimi də yığılıb hazırdır. İkinci yataq otağı təmirlidir. Yaşayış yoxdur dostlar burada. Keçək evin ikinci mərtəbəsinə. 2 yataq otağı, bir zal,